Dostlar salam, hər vaxtınız xeyir olsun, bayramınız mübarək olsun. Bu günləri şəhərdəyəm, şəhəri gəzəcəyik. Novruz bayramı əhval-ruhiyyəsini şəhərdə göstərəcəm. Bu cür şəhərdə metrodan düşəndə şəhər metrosu belə bəzədilibdir, retro vaqonlarla. Bayramı özəl belə vaqon gətirilib bura. Novruz bayramından əlaqədar olaraq metro belə bəzədilibdir. İnsanlar şəkil çəkir, ailəni. Maraqlı bir sərgidir. Bu isə hazırda artıq bir vaqondayıq. uşaqlar şəkil çəkdirirlər. Vaqon yəni çox qədim vaqondur. Qədim vaqondur. Burada isə tabelası olunubdur. A tipli vaqondur. 1934-1937-ci illərdə istehsal olunubdur. Cür. Bayrama özəl belə bəzədilibdir vaqonlar. Qədim vaqonlar. Böyle maraqlı yəni ki videolar üçün mütləq kanalımı izləyin, kanalıma abunə olun, mütləq videonu bəyənin. Hamı şəkil çəkdirir Novruz bayramına özel olarak. Bu cürdə 1940-1955-ci illərə aiddir. Bu tür videolar için mütləq kanalı izləyin, kanalı bəyənin, videonu bəyənin. Belə dostlar, indi isə gedəcəm şəhərim gəzəcəm, yeni il hava-havasından tanış edəcəm sizləri. Üçün bəzədilibdir, yəni baharın atributları ilə bəzədilibdir Bakı metrosu. Belə dostlar, gedirik növbəti şəhərin mərkəzinə. Belə dostlar, metrodan çıxdım. İndi gedəcəm əsas tədbirin keçiriləcəyi yerə. Yəni bu video əsas olacaq Novruz bayramı Bakı şəhərində Novruz bayramı gəzintisi. Gedirəm indi əsas tədbirin keçiriləcəyi yerə. Burada möhtəşəm qala divarlarıdır. Hal-hazırda qala divarlarına içəri daxil olacağam. Gedəcəm Şirvanşahlar Sarayına. Şirvanşahlar Sarayına gedəcəm. Tədbirin olduğu yerə. Orada sizi tanış edəcəm. Burada gedəlim Şirvanşahlar Sarayına. Sadəcə hava şəraiti pis olduğundan orada olan tədbir təxirə salındı. Yəni axşam saatlarına təxirə salındı. Ona görə bu video yəni qısa olacaqdı. Ayrı elədim axşam olan tədbiri. Onu kanalımda yayınlamışam. Bu isə yəni çəkmişdim bu videonu. Yəni bunu da paylaşdım. Bakı Metropoliteninin Novruz bayramına hazırlığı, Novruz bayramı üçün maraqlı elədiyi retro qatar sizin üçün göstərdim. Həm də qısa olaraq şəhərdə olan Novruz havasının kiçik olaraq sizin diqqətinizə çatdırdım. Amma digər tədbir videoları kanalımda var dostlar. Hələlik videonu bəyənin, növbəti videolarda görüşəndək hələlik. Hərəkətləri göstərirlər idmançılar.